şagirdlər, bugün sizlərlə ODK-nın 28 dekabrda keçirilən sınavın izahını verəcəm. Sifət işlənmiş nümunəni müəyyən edin. Mirzə gözlərini televizorun ekranına zilləsəz, orada heç nə görmürdü, elə başını yelləyirdi. Burada gördüyümüz kimi sifət yoxdur, eləni düşünə bilərsiniz, lakin elə əvəzlikdir, zilləməkdə feildir. Düzgün deyilmiş sözü hamı qəbul edər. Hansı sözü düzgün deyilmiş feili sifət tərkibidir, düzgün feilə aid olduğu üçün olacaq zərf. Qızarmış meyvələri yeşiyə yıxdıq. Qızarmış meyvələri yeşiyə yıxdıq. Burada da qızarmış sözü feili sifətdir, ona görəcəkdə cavabımız ola bilməz. Nəsillərdən nəsillərə keçən bir şöhrətim vardır. Burada da keçən feili sifətdir. Bu cədvəl hamımıza uyğundur. Bu əvəzlik olsa da uyğundur, sifətdir. Ona görə də cavabımız olacaq E variantı. Cümlədəki doğru fikirləri müəyyən edin. Yaşıl-yaşıl. İzah etdiyi isimlər əsasən cəmdə işlənir. Bəli, yaşıl-yaşıl meşələr, yaşıl-yaşıl qələmlər. Çoxaltma dərəcəsində olan sifətdir əsla. Quruluşca mürəkkəbdir. Əlbəttə ki, 5-də 2 quruluşca mürəkkəbdir. Miqdar sayıdır. 5-də 2 əşyanın miqdarını bildirir. Doğrudur. Tamın hissəsini bildirir. 1-ə 10. 1-ə 10 tamın hissəsini bildirmir. Məsəl üçün, istəklərim 1-ə 10 artdı. Nə qədər artdı? 1-ə 10. Əşyaydı hərəkətə aid olur. Bəli, doğrudur. Onda cavabımız olar 1, 3, 4, 6. C variantı. Nümunələrin təhlilə bağlı yanlış fikri müəyyən edin. Fəqət səndən gen düşəndə, ayrılıq məndən düşəndə, saçlarına dən düşəndə boğar aylar illər məni, qınamasın illər məni. Tünd qara hərflərlə verilmiş ifadə frazoloji birləşmədir. Saçlarıma dən düşəndə. Bəli, doğru fikirdir. Ona görə cavabımız bu deyil. Altından xətt çəkilmiş sözün sinonimlərindən biri məzəmmət etməkdir. Qınasın, yəni məzəmmət etsin, doğru fikirdir bu da. İkinci misrada ilk söz çox mənalıdır. Ayrılıq məndən düşəndə, əlbəttə ki, çox mənalıdır. Necə olur? Məsəl üçün, mən onunla eyni fikirdə deyildim. Yəni, fikir ayrılığı yaşayırdım. Bu da doğru fikirdir. Dördüncü misrada ilk söz məcazi mənadadır. Boğar aylar illər mənə. Ay insanı boğa bilməz axı, bu da doğru fikirdir. Nümunədə yalnız leksik mənası olan sözlər işləmiş. Lakin elə burada fəqət sözü var axı. Ona görə cavabımız olar E variantı. Cədvələ uyğun nümunələri müəyyən edin. Düzəltmə say 15-ci, 5-ci, xeyli. 5-ci düzəltmə saydır, 2-ni götürəcək. Özündən sonra cəm şəkilçili ismin işlənə bildiyi say. Bu bir sıra sayıdır, bir də bir çox burada yoxdur, amma 10-cu siniflərdə deyə bilirik. Ona görə cavabımız olar 2, 4, 5. Cədvəldəki doğru nümunələri müəyyən edin. Zərf işlənmiş cümlə, zərf işlənməmiş cümlə. Musa sinif yoldaşına yenə də Şuşanın gözəl təbiəti haqqında danışırdı. Prezidentin hərbi paraddakı cəsarətli çıxışı hamını qürrələndirirdi. Azərbaycan məktəbləri yarışda bütün yaşıdlarından irəlideydi. Deməli, baxırıq indi buna. Deməli, Musa sinif yoldaşlarına yenə də Şuşanın gözəl təbiəti haqqında danışırdı. Biz burada zərf görürükmü? Əlbəttə ki, görürük. Yenə var. Prezidentin hərbi paraddakı cəsarətli çıxışı burada yoxdur. Azərbaycan məktəbləri yarışda bütün həmyaşıdlarından irəli var. Deməli, 1, 3. İşi çox olduğu üçün verilmiş son tapşırığı tamamilə unutmuşdu. Var. Burada işlənib götürmürük. Atamla qardaşım bayram günü birlikdə babamgilə getdilər. Birlikdə getdilər. Necə getdilər? Burada da var da. Yağış yağanda binamızın həyətində böyük gölməklər yaranırdı. Burada isə zərf görünmür. Deməli, cavabımız olacaq 1, 3, 6. Klaster tamamlaya bilən fikirləri müəyyən edin. Qayın sözü cümlədə ismin təsirli kağıdında işlənsə, xəbər ola bilməz. Deməli, qayın sözü cümlədə ismin təsirli kağıdında işlənsə, hecaların sayı artar. Cümlədə ismin təsirli kağıdında işlənsə, qayın bildiyimiz kimi uşaqlar hansı sözə aiddir? Mənsubiyyət şəkilçisi artıranda düşən sözlərə aiddir. Düzdür. Əgər təsirli kağıdında işlənəcəksə, onda hecaların sayı artacaq. Özündən sonra mənsubiyyət şəkilçi sözün olmasını tələb edər. Axı, niyə o ancaq iyəlik alaydı idi axı? Mütləq qeyri-müəyyən halda olar. Axı, şəkilçisi varsa, niyə qeyri-müəyyən halda olsun ki, mütləq? Mütləq düzəltmə söz olar. Mən bunu necə deyə bilərəm ki, mütləq düzəltmə söz olar? Mütləq deyə bilmərəm axı. Feillə bağlı olar. Təbii ki,
Məsəl üçün qayını apardı, qayını götürdü. Biz bilirik ki, bütün sözlər nə olur, feilinə əlaqəyə girə bilər. Həm də burada mütləq sözü də yoxdur. Onda cavabımız olar 1, 5 A variantı. Uyğunluğu müəyyən edin. 2 leksik, 1 qrammatik. Aha, baxaq. Burada düzdür. Görmürəm birinci sözü. Qoy B-dən başlayaq. Göndər sözün kökü göndər. Bir leksik şəkilçi var. Yalnız bir leksik şəkilçisi var. Deməli 3-ə gedəcək B. Üzləşmək, üzləşmək. Bir leksik, bir qrammatik. 2-yə gedəcək C. Döşəkçədən döşəkçədən 2 leksik, bir qrammatik. Onda gedəcək deməli Ç-dir də yəqin ki bu, ya da E-dir. E bura gedər. Sərgidəkilər, sərmək, sərgidəkilər. 2 leksik, bir qrammatik. O da gedər D ilə Y, 2-yə C. Yalnız bir leksik, yəqin ki bu nə sözdürsə, o da ancaq bir leksikə aiddir. 3-ə də A olar onda. A. Biz neynədik? 3-ə B gedib. Deməli 1-ə Y-dir, 1-ə Y-dir olanlar, 1-ə D-yi olan, 2-yə A-C gedəcək, A-nı görmədim. Qanunlardır, nədir o? Yəni başa düşülmür də. Yalnız bir leksik şəkilçisi var, qrammatik şəkilçisi yoxdur. Orada bu getdi. Cavab olacaq B variantı. Yazılışı doğru olan sözləri müəyyən edin. Gülləbaran doğrudur. Mündərəcat. Bunu kitablarda da görürsünüz hər dəfə. Mündəricət olur. Bu deyil. Büllur, aha, doğrudur. Firuzə. Ünə yazılıb firuzə olmalıydı. Pəstən sözü də dilimizdə mövcuddur. Olacaq 1, 4, 5. Keçirik 9-cu suala. Hansı bənddəki fikir cümləni tamamlaya bilər? Azadlıq uğrunda döyüşərkən nə boran, nə də qar onların möhkəm iradəsini sarsıda bildi cümləsindəki feillərdən hər ikisi hərəkətin icrasını təsdiq edir. Döyüşərkən sarsıda bildi, təsdiq edir də, doğrudur. İkili nitq hissəsinin xüsusiyyətini daşıyır. Döyüşərkən daşıyır, lakin bu daşımır. 3-cü şəxsdədir. Aha, azadlıq uğrunda döyüşərkən nə boran, nə də qar onların möhkəm iradəsini sarsıda bildi. Döyüşərkən. Aha. Deməli, uşaqlar. 3-cü şəxsdədir. Dedik ki, sarsıda bildi. 3-cü şəxsdədir, lakin döyüşərkən. Axı bu feilin təsriflənməyən forması da, təsriflənməyən forma necə şəxsdə işlənə bilər? Quruluşca mürəkkəbdir. Sarsıda bilmək ola bilər mürəkkəb, lakin döyüşərkən quruluşuna görə mürəkkəb deyil. Məlum nöqtədir, sarsıda bildi və döyüşərkən. Döyüşmək məlum nöqtə deyil axı. Ona görə də cavabımız qalır A bəndi. Qeyri-müəyyən əvəzlik işlənmiş nümunəni müəyyən edin. Qeyri-müəyyən əvəzlik. Dünən gələn qonağın heç kim olduğunu bildinizmi? Burada uşaqlar heç ayrı işləndiyi üçün bir olmayacaq. İşlərin qaydasında getmədiyi indiki vaxtda nə isə bilmək çətindir, nə isə bilmək. Doğrudur. Səndən doymaq olarmı həyat? Sən nə şirinsən, ancaq hamının deyil, sən. Həyatın qədrini yalnız bilənlərinsən. Deməli, burada hamı var. Ona görə 3-ü də götürəcəyik. Dünən düz sandığımı bugün əyri sanıram. Bəzən olur özümdən özüm oğurlanıram. Burada uşaqlar özüm var, lakin özüm təyini əvəzlikdir. Birisi çıxıb demədi ki, yeni qaydaları biz yazmamışıq. Burada da birisi olduğuna görə cavabımız olacaq 2, 3, 5. Qrammatik sualların izahı bu qədərdir. Sağ olun.